kişi özünü ifadə eləməsi üçün, böyüməsi üçün ona təhlükə lazımdır. Qadının özünü ifadə etməsi üçün ona təhlükəsizlik lazımdır. Ona görə qadın əsrlərlə güclü kişi axtarıb ki, onun çiyinləri arxasında gizlənsin, o təhlükəsizliyi yaradıb dünyaya uşaq gətirsin, nəğmələr qoşsun, ocaq yaratsın. Ocağın gözəlliyini yaratsın. Bu, bunun təbiətinin ifadəsidir. Qadına kişi rolları yükləmək olmaz. Bu, qadını kişiləşdirmək olur. Qadın xoşbaxt olmur, kişi də xoşbaxt olmur. Müdafiə edəcək bir şey yoxdur. Siz təsəvvür edin, nə cür mənalar oyunu oynayırlar. Baxmısınız o filmə, Shrek filminə. Shrek filmində Shrek gedir divdən prinsesi azad eləməyə. Sonra məlum olur ki, prinses özü karateistdir və kim istəsə o drakonu çoxdan çiliyərdi. Sadəcə görmək istəyirdi ki, bu Shrek nə vaxt gələcək? Ya bu prens nə vaxt gəlib onu azad edəcək? Fikir verirsiniz, mənalarla oynayırlar. Mənalarla oynayırlar, eksperiment qururlar. Güya istədikləri kimi həyatı düzəldə bilərlər. Yox. Oradan buradan da səsləndirilmək istəyirlər ki, müşüməlmişiyini gücünü qutarıb qadınlardan danışır. Əlbəttə, bir kişilərdən danışacağım, bir qadınlardan. Qədim Çin fəlsəfəsində inyan işarəsi var. Ağ və qaranın vəhdəti. Yarısı kişidir, yarısı qadındır o dairənin. Nədən danışmalıyam ki mən? Ağılsızdılar. Ömrümün sonuna kimi bir kişilərdən danışacağım, bir qadınlardan danışacağım. İşim, gücüm budur. Bəziləri deyir, işi gücü qutarıb bunun deyəsən. İşim, gücüm budur. Bir-birinizi dərk edəsiniz deyə sizi bir qadından və bir kişidən yaratdım, deyir Allah.